Çay içmekle bağlı şok faktlar. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Azərbaycanda çay ən çox içilən və sevilən içkilərdən biridir. Çay sadəcə sakitləşdirici içki deyil, eyni zamanda sağlamlıq üçün də faydalıdır. Antioksidantlarla zəngindir, immunitet sistemini gücləndirir və zərərli sərbəst radikallarla mübarizə aparır, ümumi sağlamlığı gücləndirir. Orta səviyyəli kofein miqdarı enerji artımını təmin edir, konsentrasiyanı və məhsuldarlığı zədələmədən artırır. Çayın tərkibindəki katexinlər və flavonoidlər kimi təbii birləşmələr xolesterini aşağı salaraq və qan axını yaxşılaşdıraraq ürək sağlamlığını dəstəkləyir. Qara çayın tərkibində tanin maddəsi var. Onun antioksidant dəyəri yüksəkdir və orqanizmi tonusda saxlamağa kömək edir. Bundan əlavə, sakitləşdirici xüsusiyyətləri stresi aradan qaldırmağa və rahatlamağa kömək edir, zehni rifahı artırır. Mütəxəssislər uzun illərdir ki, qara çayın faydalı xüsusiyyətlərini öyrənirlər. Tədqiqatlar göstərir ki, gündə bir stəkan çay içənlərin immun sistemi daha güclü olur. Qara çay xüsusilə mövsümi soyuq dəymələr zamanı daha çox faydalıdır. Ağır və yağlı yeməklərdən bir saat sonra qəbul olunması həzm prosesini asanlaşdırır. Ona rəng verən birləşmələr damar çəpərlərini gücləndirir, beyində daxil olmaqla bütün orqanlarda hər cür qanaxma riskini azaldır. Çay içilməsi qan dövranını yaxşılaşdırır, diş minasını möhkəmləndirir, bədəni zərərli maddələrdən təmizləyərək böbrəklərin daha yaxşı işləməsini təmin edir. Qara çay B2, C və E vitaminləri, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. O, qanda xolesterin səviyyəsini aşağı salır. Bu ətirli içkini qəbul etmək ürək-damar xəstəliklərinə profilaktik təsir göstərir. Belə ki, çayda olan faydalı maddələr damarları təmizləyir və elastikliyi artırır. Artıq və vaxtsız içilən çay orqanizmə mənfi təsir göstərir. Çünki onun tərkibindəki bəzi maddələr qidadan alınan dəmirin miqdarını azaldır. Çaydan ifrat istifadə əsəb pozğunluğu, yüksək təzyiq, əl titrəməsi, baş ağrısı və yuxusuzluq kimi hallara səbəb ola, revmatizmdən əziyyət çəkənlərin isə səhhətində problem yarada bilər. Çay eyni zamanda pəhriz üçün də yaxşı vasitədir. Çünki kalorisizdir. Onun vasitəsilə maddələr mübadiləsini yaxşılaşdırmaq olar. İçərisinə faydalı bitkilər əlavə edilməklə çay içilməsi artıq kalori və çəkidən azad olmağa kömək edir. Lakin həddindən artıq şəkərli çay içmək isə ürək-damar, köklü kimi xəstəliklərə səbəb olur. Əgər çay çox içiləndə bunlar baş verir. Yuxu problemləri. Çayın tərkibində olan kofein yuxusuzluq və əsəbilik yarada bilər. Dəmir çatışmazlığı. Çay qidadan alınan dəmirin orqanizmə sovrulmasını azalda bilər. Bağırsaq problemləri. Çox çay içmək mədə turşusunu artıraraq qıcqırma və həzm problemlərinə səbəb ola bilər. Sümük zəifləməsi. Bəzi araşdırmalar göstərir ki, çox çay içmək kalsium çatışmazlığına gətirib çıxara bilər. Qeyd edək ki, yüksək təzyiqi olanlar, mədə problemləri yaşayanlar, hamilə qadınlar və dəmir çatışmazlığı olanlar az çay istehlak etməlidir. Ümumiyyətlə, gün ərzində 4 fincandan artıq və tünd çay içməkdən çəkinmək lazımdır. Orqanizmin ehtiyac duyduğu mayeyi isə su ilə ödəmək məsləhətdir. Çayı yeməkdən yarım saat əvvəl 2 saat sonra qəbul etmək məsləhətdir. Dəmir defisitli anemiyadan əziyyət çəkənlər çay və qəhvə kimi içkilərdən az istifadə etməlidirlər. Çayın dadına və ətrinə onun sortundan və keyfiyyətindən başqa suyun da yaxşı olması təsir edir. Dəmlənmiş çay çox qalanda ətrini və rəngini dəyişir, vitaminlər aktivliyini yitirir. Təbii və təzə dəmlənmiş çay həm sağlamlığa, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir. Dəyərli izləyicilər,
Sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək Allah amanında.